Qrip virusu, A, B, C hamısı, elə o cümlədən də quş qripi, bunlar RNA daşıyıcı virusdur. Mütəmadi olaraq mutasiyaya məruz qalır. Daim də yeni formada təzahür edir. Bilirsiniz ki, H5N1 virusunun 2 illər öncə Azərbaycanda yayılanda biz həm də Dünya Səhiyyə Təşkilatının müvafiq strukturlarının köməyi ilə bu məsələni yerində lokallaşdıra bildik və proses geniş yayıla bilmədi. Amma bu virus bəli mutasiya olub bu gün yeni formada üzə çıxır. Ola bilər ki, nə vaxtsa bu quş qripi də qanla yox, elə nəfəs yolu ilə keçə bilsin. Təhlükə ondadır. Ona görə də mən düşünürəm ki, ən təhlükəli məqamlardan biri bu təhlükəli virusların hava damcı yolu ilə yayılmaq imkanı. Necə biz bunu koronavirusda gördük. İstənilən halda qrip virusuna qarşı vaksinasiya olunmaq lazım ki, immun sistem saz vəziyyətdə olsun. Digər tərəfdən də bu cür quş qripi və onun başqa tamları ortaya çıxıbsa, əlbəttə müvafiq karantin tədbirləri görülməlidir ki, onlar geniş yayıla bilməsin. Əlbəttə, bunlar dövlətin müvafiq strukturlarının işidir. Amma o ilə yanaşı insanlar da ehtiyatlı olmalıdırlar.